Bugün Oda Teatrı Zirzəmi məkanında son tamaşalarını təhvil verir. Demək olar ki, birinci dəfə idi gəlirdim mən bu tamaşaya və teatra. Eşitdim ki, teatrın bağlanmaq təhlükəsi var. Amma mən bu təhlükəni sırf texniki təhlükə hesab edirəm. İnanıram ki, yəni xüsusilə bu tamaşaya baxandan sonra belə anladım ki, bu teatrın qarşısını almaq mümkün olmayacaq. Çünki burada çalışan insanlar, yaradıcı insanların çox böyük bir iddiaları var, çox böyük bir hədəfləri var. Gözəl hədəfləri var həm də. Odur ki, məkan dəyişə bilər. Düşünürəm biz daha maraqlı, daha böyük işlərinin şahidi olacaq bu kollektivin. Neçə müddət ki, vaxt adlı şeydən xəbərim yoxdur. Heç bilmirəm, neçəsin. Biz məcbur olduq bugün sonuncu tamaşalar, 2 tamaşanı da bugün saldı və bugün oynayaq. Burada, bu məkanda son tamaşalarımızı oynayaq. İnşallah bu çıxacaq buradan başqa bir zirzəmi, başqa bir məkan tapacağıq və tamaşalarımızı oynayacağıq, teatrımızı yaşadacağıq. Mən ondan cavab istəyirdim. Sən bizi niyə satdın? Sən bizi niyə satdın? Bu torpağın üstündə sənin yaşamağa haqqın varmı? Bu torpağın üstündə yaşamağa sənin haqqın varmı? Sənin kimi bir döyüşçü küçədə əskər çəkməsini qarşısına qoyub dilənir. Sənin dostların, tanışların, qohumların o çəkmənin içində nə qədər qəpik quruş atsa da o çəkmənin boşluğunu doldura bilmir. Mən isə həmin döyüşlərdə bir qolumu itirdiyim üçün indi sənin yaxandan yapışa bilmirəm. De, hardandır ki pullar səndə? Boynuna alış, sən bizi satmısan. Sən torpalarımızı satmısan. Sən əsir düşmüş qız gəlinlərimizi satmısan. Düşmənin qarşısından qaçıb burada bu şəhərin pozğun qadınlarının, əxlaqsız kişilərin arxasında gizlənmisən. Sənin yaşamağa haqqın yoxdur. Yoxdur sənin yaşamağa haqqın.